Salam değerli dostlar, değerli izləyicilər. Bugün sizin Masazır qəsəbəsində Şok Marketin arxasında bir mərtəbəli, 4 otaqlı, 140 kvadrat sahəsi olan şəxsi tikili ev çəkib təqdim eləyirəm. Değerli dostlar, değerli izləyicilər, evimizin həyətyanı sahəsini görürsünüz. Evin 3 bir tərəfi yoldur. Baxın, orada yoldur. Evin o tərəfi də yola düşür, bu tərəfi də yola düşür. Düz asfalt yolun kənarındadır. Marşrut qapısından keçir. Məktəblə arası 50 metr məsafəsi var. Yəni çox ideal bir yerdədir. Qazı, suyu, işığı, kanalizasiyası hamısı qaydasındadır. Həyət hissəsi baxın o tumbadan belə kəsiləcək, dəyərli izləyicilər. Tumbadan o tərəfə verilir. Bax bura verilir. Ev qarışıq 2 sot yarımın içindədir. Hazır 40 kvadrat obyekti var. Qazı, suyu, işığı bunlar dedim hamısı yerindədir. Kanalizasiya mərkəzi kanalizasiya sistemidir. Çox rahat, hündür bir ərazidə yerləşir. Quru ərazidir. Nəmişlik çəkən yer deyil. Bütün pəncərələrin qarşısı dəmir barmaqlıqlar vurulub. Və obyekt hissəsini sizə göstərim ki, bu obyektdə 2 arendator işlədə bilərsiniz. 40 kvadrat buranın ümumi sahəsi var, 2 qapısı var, ayrı-ayrı qapıları var. Oradan kəsib bir arendatora, oradan da kəsib bir arendatora verə bilərsiniz və yaxud ikisini bir yerdə işlətmək mümkündür. Bura açılır düz yolun üzərinə. Buradan qapısını açın. Bax, düz asfalt, marşrut buradan keçir və marşrut buradan işləyir, dəyərli izləyicilər. Burada da hazır düzəldib belə. Tarsovkasının üstünün, dəmirin, məhləsini də sizə göstərdim. Baxın, bu evdir. Bax, çəni, gidrafonu, hamısı qaydasında. Hazır yaşayışlı evdir. Köç yaşa vəziyyətdədir. Darvazası oradadır. Buralar hamısı yola baxır. Çox ideal bir yerdə yerləşir. Qiymət də bugünkü gün bazar qiymətindən ucuz təklif olunur, dəyərli dostlar. İndi evin içi ilə otaqları ilə mən sizə yaxından tanış edəcəm. Buranın qapısını bağlayayım. Deməli, evin içi ilə otaqları ilə sizi yaxından tanış edeyim və təmirdən özünüz yaxından tanış olun. İllərin evidir, oturuşmuş evdir, çox möhkəm. Üzünün tarsovkası falan hər şey qaydasındadır. Deməli, kombisinin də şkafı yığılıb. Buradan həyətin gördüyünüz kimi aqlay vurulub həyətinə. Kombisi oradadır. Üstünün su çəni, ehtiyat su çəni hazır vəziyyətdədir. Qapısının ağzında gördüyünüz kimi tül pərdə vurulub. Deməli, evimizin giriş hissəsidir. Girişdən sol tərəfdə yerləşir evin mətbəx hissəsi. Bura evimizin mətbəx hissəsidir ki, geniş mətbəxi var, 2 işıq düşən pəncərəsi var. Bu evdə darısqalçılıq söhbəti yoxdur. Baxın, mətbəx yığılıb, hazır vəziyyətdədir. Kombisi, bütün ünitqası hamısı hazır vəziyyətdədir. Burada üzbəüz yerləşir evin hamam otaq hissəsi. Burada tam təchizatdır. Burada evimizin qonaq otağı yerləşir. Dəyərli izləyicilər, evimiz əşyasız şəkildə satılır, amma istəyə görə əşyalı da bu evi ala bilərsiniz. Yəni bu əşyalar hamısı yenidir, bunlara yeni yığdırılıb bura. Ev yəsidir ki, bunlara 5000 manat pul vermişəm. İndi danışıb aşağı yuxarı razılaşmaq mümkündür təbii ki. Otaqlar hamısı genişdir. Baxın, necə geniş bir otağı var. Bu otağın hardasa 4 yarımın 5 yarıma ölçüsü var bəlkə də. Yəni çox geniş otaqdır. Bir otaq buradadır, bir geniş otaq buradadır, dəyərli izləyicilər. Baxın, mebel yığılıb, şkaflar falan yığılıb. Nə qədər də boş sahəsi var. Buradan sizə belə bir görüntü vereyim. Bax, belə bir geniş, əsl həyət evi istəyən olsa, bu evlə ətraflı maraqlana bilər. Yeri çox münasib yerdədir. Şok marketə yaxındır. Qiyməti 130 min manatdır. Bir otağımız da buradadır, sizə göstərəcəm. Dəyərli izləyicilər, burada uşaq otağı kimi istifadə olunur. Baxın, burada 2 kravat qoyulub bura. Burada uşaq otağı kimi istifadə olunur. Dərs masası, kravatlar, rahat, səliqəli, pəncərəsinin qabağı açıqdır. Bütün pəncərələrin qarşısı ümumiyyətlə açıqdır. Dəyərli dostlar, dəyərli izləyicilər, ev haqqında sizə məlumat verdim. Kanalda reklam yerləşdirmək ödənişsiz, pulsuzdur. Sizin də eviniz, mülkünüz, torpağınız varsa, satışı üçün bizə müraciət edə bilərsiniz. Kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın.